Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, dietoloq və nutrisioloqdur. Sabira Wellness-də təlimçi ekspert kimi çalışıram və hər həftə bizim fərqli formatda mövzularımız olur, fərqli mövzulara toxunuruq. Çünki şirkətdə bizim sağlamlığımız üçün məhsullar var ki, hansı ki onları mən sizə hansı proseslərdə istifadə etməli, ən əsası da düzgün mexanizm ilə istifadəsini izah edirəm. Və bilirik ki, hər həftə təlimlərimizi çalışırıq rutin həyatımızda aktual mövzulara toxunaq ki, çünki bilirik ki, hal-hazırda yaşadığımız devir modern devirdir və ətrafımızda fərqli-fərqli proseslər baş verir və bilirik ki, gələn bir neçə gündən sonra Ramazan ayı yaxınlaşır və insanlar oruç tutur və bəzən Ramazan boyu insanlarda e, daha çox suallar yaranır ki, yəni bir müddətdən sonra 10-15 gündən sonra halsızam, başım ağrıyır, təzyiqim oynayır, xəstələndim, tez yoruluram və bu şikayətlər əslində nədən qaynaqlanır? Ramazanmı bizi zəiflədir, yoxsa biz səhvmi tuturuq bu oruc prosesini? Bu günləri mən sizə ümumi olaraq bu Ramazan dini tərəfdən deyil, bədənimizdə hüceyrə səviyyəsində necə bir proses getdiyini başa salacağam və ən önəmli yaşlı insanlara. Çünki mənim ətrafımda və inanıram ki, sizin ətrafınızda da yaşlı insanların oruç tutanda tamam fərqli yorğunluqlarla, həddindən artıq baş ağrısına və ən önəmli təzyiqin qalxmasını müşahidə edirsiniz və bu günləri mən onların hər birinin mexanizmini sizə deyəcəm və bu prosesdə biz onlara necə kömək etməliyik. İlkin olaraq bunu demək istəyirik ki, Ramazan bəzən olur ki, insanlar onu hər bir kəs fərqli yanaşır. Dini baxımından da, sağlamlıq baxımından da və mənim ətrafımda da, sizlərin ətrafınızda da ümumi Ramazanın, yəni oruç tutmağın fərqli yanaşması var. Bu günləri demək mən hüceyrə səviyyəsində bu oruç tutmaq necə təsir edir və biz nə etməliyik o haqqda danışacağam. Ramazan ümumi olaraq bəli, ruh üçün çox sakitçilikdir, lakin bədən üçün metabolik bir prosesdir. Yəni bu dönəmdə, bu sürəcdə bədən istəyir ki, bu prosesə adaptasiya olsun. Uzun müddətli ac qalmaq, su içməmək, yuxu ritminin dəyişməsi, bunlar hər biri immun sistem üçün yeni bir şərait yaradır. Yəni bədən özü anidən mənə nə oldu sualı verir ki, yəni bir zaman mən ac qalmırdım, yarım saatdan bir qida qəbul edirdim və yaxud da su içirdim və mənim bədənimdə necə bir proses baş verir. Və əlbəttə ki, buna adaptasiya olmaq bir müddət vaxt alır. Bu gün demək ilk olaraq oruçluq zamanı bədəndə olan dəyişikliklər haqqında danışacağam. İnsanlar sadəcə oruç tuturam, yəni mənə çox xeyirdir. Məsəl üçün daha çox, məsələn, keçən illər daha çox rastlaşdığım fraza oydu ki, köhnəlmiş hüceyrələrim yenilənsin. Bəli, bəzən olur ki, köhnəlmiş hüceyrələr yenilir, lakin buna da demək elmi yanaşmaq lazımdır. Oruçluq zamanı ilk olaraq dedik ki, keçən təlimimizdə də bizim qan şəkəri, qlukozamız aşağı düşür və ümumiyyətlə bədəndə biokimyəvi reaksiyalar var. Və bunlardan biri də qlikoza aşağı düşən kimi bizim stres hormonumuz, kortizolumuz yüksəlir, yəni artır bədəndə. Birinci bir reaksiyadır. Sonra nə baş verir oruçluq zamanı? Bədən susuz qalır. Yəni bədəndə su olmadığı üçün qan qatılaşır. Qan qatılaşanda əlbəttə ki, biz özümüzü narahat hiss edirik, ürəyimiz qidalana bilmir, hətta beynimizə belə qan dövranı sirkulyasiya etməyəndə beyin özü belə qidalana bilmir. Uzun ac qalmaq əlbəttə ki, vitamin, mineral itkisidir. Bəzi esensial minerallar var ki, bunlar bədən bunu sintez edə bilmir və gün ərzində də əgər biz bunu depolaya bilməyəndə, məsəl üçün hüceyrə üçün elə gündəlik esensial minerallar var ki, bunlar bizə gün ərzində lazımdır. Əgər biz yetərincə bunu gün ərzində ac qalırıqsa da, bu mineral vitamini almırıqsa da və bu əlbəttə ki, bunun itkisinə səbəb olur.
Yuxu dəyişir. Bilirik ki, insanlar çox gec yatır və yaxud da sahura qədər oyaq qalan insanlar olur. Bu ümumi melatonin ritmini pozur. Yəni bizim immun hüceyrələrimiz üçün, immun sistemimiz üçün lazım olan hormon azalır. Əks olaraq bizim kortizolumuz artır və bu da bizim gün ərzində çox əsəbi və yaxud da çox halsız, hətta belə deyim, çox aniden gün ərzində acılıq hissi bizə gələ bilər. Yəni melatoninlə kortizol hormonunun dəyişməsi məhz bu səbəblərə gətirir, çıxardır. Bunlar sadaladığım hər biri immun hüceyrənin işini zəiflədir. Yəni ümumi olaraq biz oruç tutanda əgər düzgün oruç tutmuruqsa da, düzgün şəkildə mexanizmə riayət etmiriksə də immun hüceyrələr demək olar ki, işini zəiflədir. İmmun hüceyrələr niyə zəifləyir? Gəlin baxaq. Baxın, ümumi olaraq sistem deyəndə insanların ağlında qəribə bir fikir formalaşır. Mən immunitetimi gücləndirmək istəyirəm. Lakin buna elmi yanaşmaq lazımdır. Necə yanaşırıq elmi? İmmun sistem ümumi olaraq bir mexanizmdir. Yəni nə bir orqandır və yaxud da nə də fərqli bir şey deyil. Bu ümumi bir mexanizmdir. Və bunun işləməsi üçün, immun sistemin işləməsi üçün bizə lazımdır su, zülal, vitamin, minerallar və ən önəmli omega. Demək, bu mexanizmlərdə əgər hansısa bu sadaladığın makro, mikro və yaxud da komponentlər yoxdursa da, immun sistem zəifləyəcəkdir. Və oruçluqda da bunların hər biri baş verir. Yəni, zülal əksikliyi yaşayırıq, sink, maqnezium çatışmamazlığı olur, suya ehtiyacımız azaldığı üçün, omega demək olar ki, hüceyrə membranı üçün lazım olan əsas yağ turşusudur. Bunlar hamısı azaldıqca immun sistem zəifləyir. Yəni, hörmətli əməkdaşlar, immun sistem dedikdə bir mexanizmi nəzərdə tutulmalıdır. Və bu mexanizm üçün lazım olan komponentlər var ki, hansı ki, bu komponentlər də bizə gün ərzində lazımdır ki, biz immun sistemimizi bərpa edək. Və immun sistemi gücləndirdik deyəndə, yəni immun sistemi nə bir günə, nə 2 günə, bir aya belə gücləndirmək mümkün deyil. Bunun üçün əgər bizim immun sistemimiz aşağıdırsa da tədricən bu mexanizm bərpa etmək lazımdır. Və ona görə bir həftəyə, məsəl üçün mən zəncəfilli ballı su içdim və yaxud da vitamin içdim, polivitamin, mən immun sistemi gücləndirdim. Belə bir şey yoxdur. Çünki bütün bu mexanizm, sadaladığım komponentlər hamısı bir yerdə kompleks şəklində olmalıdır. Keçək ən önəmli yaşlılarda oruç tutma riski. Demək, ümumiyyətlə yaşlı insanlarda, yəni bədənin biokimyasına baxdıqda, mexanizminə baxdıqda, yəni oruç tutmadıq vaxtdan söhbət gedir. Ümumiyyətlə yaşlı insanların bədənində olan proseslərdən söhbət gedir ki, bunlarda yaş artdıqca mədə turşuluğu azalır. Yəni Allah bizi bu şəkildə yaradıbdır. Mədə turşuluğu azaldıqda sorulma zəifləyir. Yəni hər hansısa bir ola bilər sağlıqlı bir yemək yeyirsə də, ondan istədiyi vitamin, mineralı ala bilmir. Çünki sorulması çox zəif gedir. Bundan əlavə hüceyrə suyu azalır ki, hansı ki hüceyrə suyu çox önəmlidir. Yəni həm xaricdə, həm daxildə. Ümumiyyətlə bizim orqanizmimizdə su həm hüceyrə içərisində olur, həm çölündə olur. Yəni bu hüceyrə çölündə və içində olan su bizdə elektrolit yaradır ki, hansı ki bunlar sinir impulslarıdır, əzələnin açılıb boşalmasıdır və bu elektrolitləri də elektron iyonlar yaradır ki, bunlar da maqneziumdur, natriumdur, kaliumdur. Yəni bunlar çox önəmlidir. Və hüceyrə içi su azaldıqda hüceyrə artıq zəifləyir, yəni immun hüceyrə zəifləyir, artıq reseptorlara normal cavab verə bilmir. Yəni normal insana sinir ucları zəifləyir, impulslar çox zəif şəkildə gedir və bunun üçün də hüceyrə suyu çox önəmlidir və yaşlı insanlarda yavaş-yavaş bunlar azalmağa doğru gedir.
Zülal ehtiyatı azalır, çünki mədə turşuluğu az olduğu üçün yaşlı insanlarda və zülal da istər-istəməz burada azaldığı üçün və ona görə yaşlı insanlar sarkopeniya deyirlər, həddindən artıq əzələ çatışmamazlığı yaşayırlar və bu da bir çox xəstəliklərin başında durur. Və bu səbəbdən yaşlılarda Ramazanda daha tez yorulurlar. Hətta 10-15 gündən sonra yorulma prosesi gedir. Lakin bilirik ki, ətrafımızda da, yəni sizlərdə də, yəni mənim öz yaxınlarımda, yaşlılarda bir təkid var ki, yəni mən oruç tutmalıyam. Bəli, oruç tutmaq olar, lakin düzgün mexanizmlə, düzgün prosesi düzgün quraraq bu şəkildə tutmaq olar. Ə, Demək, immun sistem də demək olar ki, oruçluqda biz nələrə fikir verməliyik ki, immun sistemimiz bərpa olsun. Biz dedik ki, immun hüceyrələr, yəni immun sistem immun hüceyrələrdən ibarətdir və immun hüceyrələrin 70% bizim bağırsağımızdadır. Yəni biz ilk növbədə Ramazan vaxtı ən önəmli 4 əsas dayaq qaydamız bizim bağırsaq mikrobiotamızı sağlam şəkildə tutmaqdır. Bundan əlavə mineral və omega dəstəyi. Niyə burada çox önəmlidir? Çünki ümumi olaraq immun sistemdə, immun hüceyrələrdə ə, demək ehtiyat var ki, hansı ki bunlar vitamin, mineraldır. Və bir 10-15 gündən sonra onun həmin o depolardakı vitamin, mineral, hüceyrələrdə olan vitamin, mineral aşağı düşdükcə və əlbəttə ki, burada nə baş verir? Burada demək olar ki, immun sistem zəifləyir və insanlarda tez yorulma, baş ağrısı ilə sonlanır. Omega dəstəyi burada niyə önəmlidir? Biz dedik ki, immun sistem bir mexanizmdir və immun hüceyrələrdən ibarətdir. İmmun hüceyrələrin içərisində vitamin, minerallar var ki, və üzündə isə onu örtən, onu qoruyan əsas onun membranıdır. Və bu membranı, hüceyrələrinin membranı yağ turşuları vasitəsilə qorunur. Bu da omega yağ turşularından. Əgər bizim orqanizmimizdə yetərincə omega olmayanda həmin membran başlayır zədələnməyə və artıq immun hüceyrələr çox həssaslaşır. Yəni bizim orqanizmimizə daxil olan viruslardır, bakteriyalardır, artıq bunları görmür. Çünki çox zəiflədiyi üçün bunlara reaksiyası zəif olur və onu normal qarşılayır. Və biz niyə deyirik ki, məsəl üçün omega 3 içmək, yəni adi belə həyatda bizi xroniki xəstəliklərdən qoruyur. Zülal qəbulu çox önəmlidir. İnsan əgər normal zülal yeməyəndə, zülal bizim tikinti materialımızdır və insanların və son zamanlarda da Avropada da, Amerikada da təsdiqləndi ki, bizim əsas qidamız zülaldan ibarət olmalıdır. Və belə deyim, ümumi olaraq biz oruç zamanı iftarda demək olar ki, səhər sahurda, yəni çox az rast gəlirəm ki, kimsə məsəl üçün zülallı qidalarla qidalansın, lakin iftarda da çox az yeyilir. Bu bizim günlük zülalımızın minimum hissəsidir. Və bunun üçün də biz elə bir qidalar seçməliyik ki, zülal dəyəri yüksək olmalıdır. Və ən əsası su balansı. Su balansı bizə niyə lazımdır? Həm hüceyrə içi, həm hüceyrə xarici üçün. Baxın, əgər bizim susuz qalanda orqanizm nə edir? İmmun hüceyrələr hüceyrə içində olan suyu oradan demək çıxardır və istər-istəməz hüceyrələr də başlayır susuz qalmalı. Yəni hüceyrənin içindən söhbət gedir. Və burada da nə baş verir? Həmin bu elektrolit prosesi pozulur. Və niyə baş ağrısı olur? Məhz buna görə, bu elektrolit prosesi pozulmasına görə. Yəni burada immun hüceyrə təkcə güclü olmaqla deyil, yəni həmin mexanizmi bərpa etmək üçün bizə vitamin, mineral, yağ turşusu, bir də ən önəmli bağırsaq sağlamlığı lazımdır. Əgər bax bu sadaladığım komponentlərdən hansısa vitamin, mineral, yağ turşusu yoxdursa da, əlbəttə ki, biz bu zaman çox əziyyət çəkəcəyik. Hətta belə deyim, Ramazandan sonra, yəni bir aydan sonra biz bəzi xroniki xəstəliklərin üzə çıxdığını müşahidə edəcəyik.
İlk olaraq biz dedik ki, ən önəmli oruçluq zamanı fokuslandığımız əsas bizim orqanımız bağırsaq olmalıdır. Çünki immun hüceyrələrin 70% bağırsaqdadır. Yəni bunu bilirəm çox eşitmisiniz, amma doğrudan da bu belədir. Ramazanda uzun zaman biz ac qaldıqda bağırsaq hərəkəti azalır və orada toksik maddələr qalır. Və əgər bir insan da Ramazandan öncə bir təmizlənmə etməyibsə də bu proses daha da şiddətli olur. Və bu zaman toksik maddələr həmin bağırsaqda olan immun hüceyrələrin işini zəiflədir və əlbəttə ki, bu da bizim üçün normal bir proses deyil. Və bu zaman biz nə edirik? Bağırsaq mikrobiotamızı sağlam tutmaq üçün mütləq probiotik. Yəni probiotik burada 3 gün, 5 gün deyil, Ramazana girdiyimiz gündən probiotiklər qəbul olunmalıdır. Sonra mənim ən sevdiyim burada hal-hazırda şirkətdə Sabira Wellness-də vitamin mineral kompleksi var ki, dediyim kimi bəzən elə komponentlər olur ki, tərkibində ancaq vitamin olur, yəni onun bizə elə olur ki, ehtiyac duymuruq. Lakin bunun tərkibində həm vitamin, həm mineral var və ən önəmli bizə səhər saatlarında lazım olan vitamin qrupu var ki, bunlar daha çox bilmirəm tərkibinə baxmısınız yoxsa yox, tərkibində daha çox B kompleksi var və baxın, bu vitamin bizdə hava su kimi bu oruçluq zamanı lazımdır. Deyil niyə? Ümumi olaraq bizə gündəlik B1-dir, B9-dur, B12-dir. Yəni gündəlik bizə lazımdır. Əgər biz bunları gündəlik, yəni qidadan almaq mümkün deyil. Çünki biz iftarda həm düzgün də deyil, yəni mədə turşuluğu bunu da həzm edə bilməz. B qrupu nədə var? Ətdir, yumurtadır, balıqdır, toyuqdur və hər birindən biz məsəl üçün oturub yeyə bilmərik də. Yəni bu mümkün də deyil və yesək belə, məsəl üçün bu mənə xeyirdir deyib yesək belə və o mədə turşuluğu o qədər belə ifraz edib onu parçalaya bilməyəcəkdir və biz nə yaşayacağıq? Biz burada vitamin, mineral itkisi yaşayacaq. Bu da ən önəmli bizim ilk növbədə sinir sistemimizə təsir edəcəkdir. Baxın, bunun tərkibində olan əsas B qrupu komponentləri məhz bizim sinir sistemimizlə əlaqəli olan vitaminlərdir ki, hansı ki B9-dur, B6-dır, B1-in özü, B3-ün özü. Yəni bunlar çox B12-nin özü, yəni hərəsindən gündəlik lazım olan dozada burada istehsal olunubdur. Və bundan əlavə bunun tərkibində sink, selen, maqnezium və az miqdarda yod da var ki, bunlar neyinir? İmmun hüceyrələr reaksiya verə bilirlər. Yəni bizim bədənimizdə hansısa bir iltihab varsa da, hansısa bir zəifləmə verirsə də, həmin prosesə reaksiya olaraq öz reaksiyasını bildirir. Yəni səhər axşam bizə gündəlik lazım olan boşluğu biz bu ritm zdoroviya ilə bağlaya bilərik. Yəni mümkündür. Sonra isə burada, yəni ən önəmli bu kompleksi həm biz içməliyik, yəni normal yaşlı orta nəsildən söhbət gedir və yaşlılar da xüsusilə içməlidirlər bunu. Sonra isə demək ən önəmli selenlə omeqadır. Baxın, mən dedim ki, bizim bədənimizdə immun hüceyrələr zəifləməsin deyə mütləq bizə omega lazımdır və biz gün ərzində, yəni onsuz da demək olar ki, omega 3 insanların bədənində çox azdır və biz omega 3-ü bədən özü sintez edə bilmədiyi üçün buna ehtiyac duyur və hüceyrə siqnal verə bilmədiyi üçün, yəni bədəndə az olduğu üçün bizdə iltihaplaşma gedir. Yəni xroniki iltihab niyə insanlarda çoxdur? Çünki omega 3 yoxdur. Və immun hüceyrə üçün, membranı üçün bizə burada omega 3 lazımdır. Və hətta omega 3-ü mən Ramazan boyu niyə istifadə etməyinizi deyirəm? Çünki omega özü yağ turşulardan ibarət olduğu üçün bizim dərimizə parlaqlıq, elastiklik də bəxş edir və bu zaman dərimiz çox susuz qaldığı zaman həmin o elastikliyi itirə bilər və onun üçün həm bizim hüceyrələrimizin membranının sağlamlığı üçün, həm dərimiz üçün mütləq omega 3 çox önəmlidir.
Ondan sonra sizə deyəcəyim ən önəmli sinkla selendir ki, hansı ki sink bizdə T limfositləri aktiv edir ki, bu da bizim üçün çox önəmlidir və bizim gündəlik hər gün yetərincə lazım olan insana milliqramda sink almadığı üçün bu dönəmdə bizim ehtiyacımız var. Selen isə glutation fermentinin sistemi olduğu üçün burada immun hüceyrələr zəifləməsin deyə, yəni əsasən selenyumun əsas işi həmin o pis hüceyrələri neytrallaşdırmaqdır. Yəni qlutation fermentinin tərkibində iştirak edir. Əgər selenyum yoxdursa da bədəndə və onsuz da qidalarda çox az olur selenyum. Hal-hazırda qış aylarında demək olar ki, olur və bəzən selenyumu məsəl üçün ölkələrə görə də bölürlər ki, məsələn bəzi ölkələrdə torpaqlarında var, amma bizdə elə deyil və biz görürsüz ki, daha çox qalxana bənzərdən yəni əziyyət çəkən, o xəstəliklərdən əziyyət çəkən ölkə olaraq daha irəlilərdəyik. Yəni statistikaya nəzər salsaq, məhz seleniuma görə ki, yəni həm qidalarda çox azdır, torpaqlarımızda demək olar ki, yoxdur və ona görə burada glutation fermenti sistemi bizdə zəif işlədiyi üçün bizdə sərbəst radikalları neytrallaşdırmaq çox zəif gedir. Və onun üçün də bu prosesdə biz ac qalırıq və bu zaman da sərbəst radikallar neytrallaşsın deyə, immun hüceyrələr bərpa olsun deyə bizim selenyuma ehtiyacımız var. Və ən önəmli maqnezium. Yəni məndən əgər bir soruçsanız, bir ekspert kimi, bir mütəxəssis kimi, yəni hər kəs oruçluq zamanı maqnezium mütləqdir. Necə biz iftarı su ilə açırıq və yaxud da yeməyə otururuq, yəni maqnezium da bu prosesdə ən önəmli qida əlavəsidir. Səbəb nədir? Səbəb çünki biz uzun müddət susuz qalırıq, həmin o elektrolit balansı pozulur, hansı ki hüceyrə, xarici hüceyrə daxili olan su elektroliti. Çünki onların işləməsi üçün ionlar var. Hansı ki maqnezium, natrium, kalium. Natrium, kaliumu biz xörək duzundan və yaxud da kaliumda çox az miqdarda ehtiyac olduğu üçün yəni almaq mümkündür. Maqneziumu oruçluq zamanı daha çox biz itiririk. Yəni oruçluq zamanı bizdə maqnezium tükənir. Səbəb çünki qlükoza düşür. Qlükoza düşəndə kortizol hormonumuz qalxır. Normal yuxu yatmırıq, yenə kortizol hormonu qalxır. Kortizol hormonunun çoxluğu maqneziumun tükənmişliyidir və bizə önəmli olaraq günə normal insanlarda yaş kateqoriyalarına gedir. 350 qrama qədər maqnezium lazımdır bu dönəmdə. Yaşlı insanlarda təsəvvür edin ki, məsələn qadınlarda götürür 350, kişilərdə 420 və bu prosesdə də oruçluq zamanında demək olar ki, maqnezium tükənir və bizdə bəzi xəstəliklər, yəni halsızlıq, baş ağrısı, qıc olma, hər biri maqneziumun tükənməyindən xəbər verir. Və əlbəttə ki, hətta belə deyim, qanın ürək damar sisteminin yaxşı işləməsi üçün burada bizim maqneziuma ehtiyacımız var. Və onun üçün də burada ilk tükənmiş olan bu mineralı hər bir kəsin rasiona daxil edilməlidir. Yəni istəyən, istəməyən prosesi düzgün insanlara başa salmalıyıq ki, Ramazan bizim üçün çox asan olsun, belə deyim, xroniki xəstəliklərlə üzləşməyək. Və ümumi olaraq bura keçməmişdən öncə düzdür, dünən bir-iki vitamin, minerallara baxırdım. Burada yerləşdirməmişəm və istəyirsiniz bunu qeyd şəklində də götürə bilərsiniz. Artıq prezentasiyanı hazır etmişdim. Yəni bunu belə deyim, çox axşam saatları idi deyə prezentasiyaya əlavə etmədim, lakin burada canlı formada sizə deyəcəm, siz özünüz də qeyd edə bilərsiniz. Şirkətdə hal-hazırda Sinxravital 4 var ki, bu daha çox qaraciyər öd üçün nəzərdə tutulub. Çünki tərkibində taurin var. Taurin burada ödü stimul edir. Öd turşularını normal sintezi üçün istifadə olunan aktiv maddədir. Ənginar var, yəni artişok deyirlər. Öd axıcı olduğu üçün, yəni proses olaraq əsasən ödün işini yaxşılaşdırır və bəzən olur ki, ödü qatı olan insanlar və daha çox, məsəl üçün, probiotik içirlər yenə köpdən, şişkinlikdən əziyyət çəkən insanlarda artıq biz bunda sənin ödün normal süzmədiyi üçün diaqnoz qoyulur. Və burada
Ə, bilirəm ki, yəni əksər insanlarda hal-hazırda ödlərində qatılaşma var. Və bu Ramazanda nə baş verir? Baxın, Ramazan ayında biz ac qalırıq uzun müddət və bura qida gəlmədiyi üçün və sahura qalxmayan insanlar var və burada nə baş verir? Burada daha da qalxır. Çünki qida gəlmir, heç bir şey gəlmir. Başlayır onun içində olan yağ turşuları qatılaşmağa. Qatılaşan zaman nə baş verir? Qatılaşır və sonra axşama iftara birdən yemək gəldikdə artıq öd qatıdır burada və burada öd sintez eləyə bilmir və aniden yağ turşularının hər birini bağırsağa buraxır. Və bağırsağa buraxanda nə proses baş verir? Daha çox köp, şişkinlik baş verir. Bundan əlavə daha çox tez-tez böyük bayıra getmək və yaxud da ürək bulanma vermək. Bunlar hər biri həmin bax bu prosesin nəticəsində baş verir. Və bu insanlara biz artıq tövsiyə edirik ki, sən sinxavital 4 içməlisən bu Ramazan ayında. Çünki aclıq sənin ödünü daha da qatılaşdıracaqdır. Və ona görə bəzən olur ki, o uzun müddətli aclıqlar bizə xeyrindən çox zərərləri ola bilər. Hansı ki, bu öd qatı olan insanlardan söhbət gedir ki, mütləq ödü qatı olan insanlara, daha çox köp şişkinlikdən əziyyət çəkən insanlara yemək yediyi, məsəl üçün qarnı həmən belə şişkin vəziyyətdə olan insanlara bunlara biz sinxrovital 4 oruçluq zamanı çox önəmlidir. Hər birinə tövsiyə edirik. Ə, və iftarda bunu da demək istəyirəm ki, bəzən insanlar çox tez-tez yeyirlər. Əslində bu tez-tez yemək həm çeynənmə yetərincə amilaza fermenti ifraz olunur ki, yeməyi parçalansın. Həm də ümumi olaraq bizim beynimizlə çox önəmlidir. Mütləq iftar zamanı sakit bir ortamda iftarımızı açmalıyıq və yavaş-yavaş dəqiqələrə fikir verə-verə və isti su ilə açılmalıdır. Çox önəmlidir burada isti su. Çünki qanımız çox qatı olduğu üçün anidən soyuq su və yaxud da susuz açmamaq, yəni bu düzgün deyil və ona görə su burada mütləqdir ki, qanımız biraz durulsun. İkinci məhsulumuz bizim xurmadır ki, hansıdır bu xurma da qaraciyərdə sürətli qlikogen boşaldığı üçün onu aktivləşdirir ki, biz biraz enerji alaq, özümüzə gələk. Və bundan sonra çox istədiyim bir şey var ki, 5-7 dəqiqə biz fasilə verməliyik. Yəni dalıla həmən yemək yeməməlidir. 5-7 dəqiqədən sonra bizim ilkin olaraq səbəb odur ki, bizdə sinir var, vagus siniri. Bu birbaşa bizim mədə şirəzimizin ifrazı ilə başlayır. Artıq burada mədə həzm rejiminə keçir, mədə şirəsini ifraz edir ki, bizim bundan sonra yediyimiz qidalar normal parçalansın. Yəni həzmsiz yaşamayaq, həzmsizlik yaşamayaq. Və bundan sonra içəcəyimiz, məsəl üçün, hansısa bir isti şorba olar, tərəvəz şorbası, ağır şorbalardan getmir, burada xəmir şorbalarından söhbət getmir, tərəvəz şorbalarından ola bilər ki, bu da mədənin selikli qişasını tamamilə perkusisiya edir. Bundan sonra həzm fermentləri aktivləşir. Yəni bizim mədə-altı vəzimizdə həzm fermentlərimiz var ki, hansı ki, həmin yediyimiz qidaları parçalayır və bunun üçün bizə elə bir yeməklər lazımdır ki, tərkibində həm zülal, həm yağ və stabil qlikoz olsun. Yəni normadan artıq qlikoza olmasın ki, biz uzun müddət enerjili qalaq. Qətiyyən birdən çox yemək olmaz. Çünki çox yeyəndə mədədə qalır və orada bir yüklənmə prosesi baş verir. Bu da bizi halsız eləyə bilər və bu şəkildə biz bir ay qidalansaq, əlbəttə ki, burada qastritə, reflüyə qədər gətirib çıxarda bilər. Və axşam saatlarında motorika var. Yəni mədənin motorikası biraz zəifləyir və insanlar fərqində olmadan iftarı çox ağır yeməklərlə açdıqda, əlbəttə ki, bu da bizim üçün ziyandır. Və sahura gəldikdə, sahura hər kəs qalxmalıdır. İlk önəmli bu su balansı üçün. Bizim baş ağrımamızın, yəni oruçluq dönəmində ürək bulanma fərqlidir. Onu keçən dəfə danışdım. Toksik yükümüz çox olduğu üçün baş ağrısı məhz bu elektrolitin pozulması nəticəsində hüceyrə içi, yəni hüceyrənin içi susuzdur. Proses ondan ibarətdir. Və ona görə də maqneziumdur, sudur. Bunlar bizə çox önəmlidir ki, bu elektrolit prosesi pozulmasın. Və gün boyu bizim stabil qalmağımız üçün mütləqdir ki, biz sahurda mütləq su içək. Və ən önəmli qətiyyən burada həddən artıq şəkərli qidalar bəlkə də sizə adi gələ bilər. Baxın, qlukozanı, yəni insulini bir balığa kimi fikirləşin, bax bu şəkildə və biz həddindən artıq
şekerli qida yeyəndə, yəni glikemik indeksi yüksək olan qida yedikdə bizim insulinimiz anidən qalxır və bir saatdan sonra anidən düşür və biz orucuq heç nə yeyə bilmirik ki, onu qaldırıq və bu əlbəttə ki, bizə çox pis təsir edəcəkdir və ona görə biz sahurda zülal yeməklərindən istifadə etməliyik, yəni proteinli yeməklərdən istifadə etməliyik ki, həmin bu dalğalanma prosesinin qarşısını alaq. Və elə bir zulallar da olmalıdır ki, zulallar çox uzun müddətə parçalanır. Yəni 4-5 saat bizim mədəmizdə bizə toxluq verə bilir və onun üçün də mütləq zolal bizim üçün çox önəmlidir. Ə, mütləq dediyim kimi çörəkdir, şirniyyatlardır, bunlardan qətiyyən qaçınılmalıdır və ən önəmli ac qalmamaqdır. Ac qalmaq həm ödü qatılaşdırır, həm də bizi ümumi halsız edə bilir. Ümumi məsəl üçün örnək menyu dedikdə, məsəl üçün iftarı səhər, axşam isti su bir xurma ilə açdıqdan sonra bizim yəni burada fərq etmir. Yəni bəzən olur ki, insanlar şorba sevmir əslində. Yəni sevməyən insanlar var. Bu zaman biz həzmə gedən tərəvəz salatından başlamaq tövsiyə edirik. Yəni ilkin olaraq və mütləq iftarda da mütləq yemək yeyən zaman protein bir növ olmalıdır. Məsəl üçün bir növ deyəndə həm toyuq, həm balıq yeyə bilmərik və yaxud da həm toyuq, həm dana əti, mal əti yeyə bilmərik. Yəni bir növ protein olmalıdır. Məsəl üçün daha çox ye, amma bir növ olsun. Yəni qətiyyən proteinləri qarışdırmaq düzgün deyil. Çünki mədə turşuluğu mal ətini fərqli formatda parçalayır, toyuq ətini fərqli. Yəni bunlar mütləq çox önəmlidir. Əgər iftarı düzgün açsaq və yaxud da sahuru fiziologiyasına uyğun qursaq, biz heç bir zaman əziyyət çəkməyəcəyik. Və ən önəmli biz immun sistemimizi bax bugünkü təlimdə dediyim vitamin, mineral çatışmamazlığını mütləq qarşısını almalıyıq. Yəni bu bizdən asılı deyil. Biz yəni istədik belə istəmədik bu vitamin, mineral çatışmamazlığını yaşayırıq. Və onun üçün buna riayət olunmalıdır ki, Ramazan bizi zəiflətməsin. Əksinə bizim bədənimizi yeniləsin. Bilirəm, hər kəs bilir, yəni bunu da çox eşitmişsiniz. Bəli, oruç tutmaq, ac qalmaq hüceyrələri yeniləyir. Yəni ölmüş, xarab olmuş hüceyrələri yeniləyir. Burada proses lakin insanlar düzgün başa düşməlidir. Əgər mənim immun sistemimdə depolarım yoxdursa da, hüceyrələrim zəifdirsə də və o yenilənmə baş verməyəcəkdir. Yəni heç birində həmin proses baş verməyəcək. Niyə deyirlər ki, məsəl üçün onkoloji xəstələrdə malnutrisiya yaşayır, qida çatışmamazlığı olur. Yəni əsas yaranma səbəblərindən biri də ola bilir. Əgər bir insanda həmin vitamin, mineral depolarımız boşdursa və gündəlik bizə gəlmirsə də, o yenilənmə olmayacaqdır və onun üçün də biz etməliyik ki, Ramazan bizim bədənimizi yenilətsin, yəni zəifləməsin. Və ən önəmli özümüzə, ən önəmli valideynlərinizə bilirəm ki, hər bir kəs bəzən olur ki, narahat olur, ata-anası oruç tutan zaman düzgün mexanizm izah edilməlidir. Yəni təkidlə biz, yəni istədilər, istəmədilər, bu prosesi düzgün anlatmalıyıq və onlara dəstək olmalıyıq. Biz sadəcə məsələn ac qalırıq deyə yox, bədənimizi anlayaraq oruç tutmalıyıq ki, çünki sağlam Ramazan düzgün yanaşma ilə başlayır. Ümid edirəm ki, maraqlı təlim oldu. Yetərincə bilirəm ki, hər birinizdə də suallar vardı ki, hansı ki o suallara bu təlim boyunca cavab tapa bildiniz. İnşallah hər birinizə bu Ramazanda sağlam olmağı və rahat oruç tutmağı Allah nəsib etsin və bütün dualarınız, nə arzularınız varsa da inşallah hər biri həyata keçər, tutduğunuz niyyətlər qəbul olsun. İnşallah gələn təlimdə görüşmək ümidi ilə hər birinizə təşəkkür edirəm.